Salam əziz izləyicilər. Bugün sizə nanə şərbəti necə hazırlanır onu göstərmək istədim. İranda belə qablarda, qablaşdırılmış bunun kimi daha fərqli ölçülərdə çoxlu şərbət məhlulları var. Bütün demək olar ki, meyvələrim var. Mən bugün nanədən hazırladım. Çünki yayda nanə çox sərinlik verir. Bunu istədiyiniz kimi dadlandıra bilərsiniz. Mən nanəni, yaşıl nanə, limon əlavə elədim və bunun tərkibində şəkəri falan hər şey hazırdır. Əlavə şəkər vurmağa ehtiyac yoxdur. Sadəcə ağız dadınıza uyğun olaraq ölçüsünü düzəldib, yəni istədiyiniz çox şirin istəsəz məhlulu çox tökürsüz, az kəm şirin istəsəz daha az tökürsüz. Mən biraz az şirin elədim və içinə limon dilimləri də əlavə elədim. Bir də əzizləyicə mən videoda göstərməmişəm. Nanə, limon suyu da biraz əlavə elədim mən ki daha biraz turşumsu olsun. Çünki yayda çox şirin olanda insanı daha da yandırır. Biraz sərinlik versin. Yerli mojito düzəltdim demək olar ki. Bir şey dediyim, mojito yaranmamışdan əvvəl bu İranda bu milli şərbətlər var idi izləyicilər. Çox ləzzətli, çox dadlı idi. Buzda istədiyiniz kimi soyuq halda daha ləzzətli olur, amma soyuq içə bilməyənlər də biraz isti halda içə bilərlər. Və dediyim kimi bütün meyvələrin şərbəti var və bunu Azərbaycanda İran nemətləri mağazaların hamısında böyük ehtimal tapa bilərsiniz. Çünki mən Azərbaycanda olanda da alırdım bunlardan, hazırlayırdım. Çox ləzzətlidir və pratikdir, rahatdır. Bir də nanə əz suyunu çıxar, şəkərini əlavə elə, hazır elə biraz istədiyiniz qədər qarışdırırsınız, sonra nuşucan eləyirsiniz. Sizə də nuş olsun, mənə də nuş olsun.